Literatura imtahanına hazırlaşanlar üçün mətnin məntiqi təhlil mövzusuna aid sual izahına baxaq. Sualda deyilir ki, Aysel, Vüsalə, Günay adlı rəfiqələr universitetin kitabxanasında oxumaq üçün A, B, C, D, Y, F2 adlı 7 kitab götürüblər. Məlumdur ki, Aysel və Vüsalə hərəyə 3 kitab oxuyacaq. Gəlin əvvəlcə adlarını yazaq. Aysel, Vüsalə, Günay. Hərəyə 3 kitab. Ayselə 3 kitab, Vüsaləyə 3 kitab. Və deyir ki, Aysel D-ni götürərsə, Vüsalə B-ni götürəcək. Aysel tutaq ki, fərz edək ki, D-ni götürüb, onda Vüsalə B kitabını götürəcək. Bu birinci haldır. Aysel əgər deyir A-nı götürsə, Vüsalə Y-ni götürəcək. İkinci halda olacaq, Aysel A-nı götürsə, Vüsalə Y-ni götürəcək. Y və C kitabları eyni şəxsdə olmayacaq. Əgər Y və C kitabları eyni şəxsdə olmayacaqsa, deməli Vüsalə Y-ni götürəndə C kitabını götürə bilməz. F və B kitabları eyni şəxsdə olmayacaq. Deməli, Vüsalə B kitabını götürəndə F kitabını götürə bilməz. Mətnə əsasən deyir, C kitabını Vüsalə götürsə, aşağıdakılardan hansı mütləq doğrudur? C kitabını əgər Vüsalə götürübsə, deməli ikinci hal ola bilməz. Səhvdir. Deməli, birinci hala baxıram. Vüsalə B-ni götürüb, F-i götürə bilməz, Aysel D-ni götürüb. Deyir, hansılar mütləq doğrudur? Deyir, Aysel D-ni götürə bilməz. Götürə bilər, birinci hala aiddir. Bu səhvdir. Aysel B-ni götürə bilməz. Götürə bilər. Aysel deyir, A-nı götürə bilməz. Bəli, A-nı götürə bilməz. Çünki ikinci hala aiddir. Deməli, doğru olan budur. Bizdən doğrunu istəyir. Günay A-nı götürə bilməz. Günaydan heç bir deyilmir, heç bir məlumat. Bu səhvdir. Vüsalə Y-ni götürə bilməz. Vüsalə bəli Y-ni götürə bilməz. Çünki bu ikinci haladır. Y-ni götürsə gərək C-ni götürməsin. Amma bizdən istəyir ki, Vüsalə C-ni də götürsün. Deməli 3-dən 5 oldu. D bəndi.